Salam dostlar, necəsiniz? Bugün sizlərlə birlikdə 8-ci sinif biologiya 1-ci hissə səhifə 38-in tapşırıqlarını sizə başa salacağım. Öyrəndiklərinizi tətbiq edin. Şəkildə 2 dəfəli bitki orqanlarının daxili quruluşu təsvir olunmuşdur. Rəqəmlərlə verilmiş toxumaları müəyyən edin. Müzakirə edin. Bitki orqanlarının quruluşlarındakı oxşar və fərqli cəhətlər hansılardır? Fikirlərinizi əsaslandırın. Yəni dostlar, oxşar cəhətləri quruluşu ola bilər. Fərqli cəhətlərdəki, nə bilim, fleoma və kistema borlarının fərqli yerlərdə olması və s. kimi cəhətlər. Sizcə bitkinin orqanlarını ötürücü toxumaların yerləşdiyi yerlər eynidirmi? Bəli, amma bəzi hallarda isə xeyr, istisna var. Amma bəli, doğrudur. Öyrəndiklərinizi yoxlayın. Bitki orqanları arasında maddələr necə daşınır? Fleoma və kistema borları nəticəsində daşınır. 2. Ağacların gövdəsinin en kəsiyində bir-birinə bağlı çox sayda halqalar olur. Bu halqaların bitkinin yaşı ilə əlaqəsi varmı? Fikirlərinizi əsaslandırın. Bəli dostlar, əlaqəsi var. Çünki hər il kambi qatı nəticəsində hər bir halqa yaranır. Gördüyünüz kimi kistema borları hər il kambi tərəfində ağac gövdəsinin oduncağının daxilinə doğru əmələ gələrək illik oduncaq və ya yaşıl halqalar formalaşdırır. Göstərin. Yox, bu çox qalındır. Bu və bu cümlə. Burada belə daha rahat göstərim. Buradan bura qədər. Ondan sonra ağacı hüceyrələrinin hansı quruluş xassələri onlara öz funksiyasını yerinə yetirməyə imkan verir? Dostlar, turqor vəziyyəti. Əgər turqor təzyiqi çox olarsa ağaclıqlar açılır. Amma əksinə turqor təzyiqi az olarsa isə ağaclıqlar bağlanır. Sizə parenximi bitki orqanizmin əsas toxuması edən hansı xüsusiyyətlərdir? Dostlar, gördüyünüz kimi xarici təsirlərdən qoruyur və yaxud da ki, xarici təsirlər yox, yanlışdır. Dostlar, əsas olaraq hüceyrə ilə hüceyrə arasındakı boşluqları doldurur. Və yaxud da ki, məsəl üçün vakul azdırsa, həmin vakulu doldurur və s. kimi çoxlu xassələri var. Bu qədər dostlar, sağ olun, salamat qalın. Belə videoların çoxlu gəlməsini istəyirsinizsə, abunə olub like atmağı unutmayın. Sağ olun, salamat qalın.